Salam əziz şagirdlər, bugün ümumi tarixdən sözü dərsimizi keçəcəyik. Dərsimizin adı isə Qədim İran və Hindistan adlanır. Başlayaq dərsimizə. Hind və İran dilli xalqlar Ari tayfalarının varisi sayılır. Köçəri mallar həyat tərzi sürən bu Ari tayfaları Şərqi Avropa çöllərində yaşayırdılar. Eramızdan əvvəl 2-ci minillikdə Avropada kəskin iqlim dəyişikliyi baş verdi. Ona görə də Ari tayfaları əlverişli ərazilər tapmaq məqsədi ilə buradan köç etməyə başladılar. Onların bir hissəsi Cənubi Qafqazdan və Mərkəzi Asiyadan keçərək indiki İranda, digər hissəsi isə Hindistanda məskunlaşmağa başladılar. Onların buraya gəlişinə qədər Hindistanda və İranda müxtəlif dillərdə danışan tayfalar yaşayırdılar. Zaman keçdikcə yerli əhali həmin bu gəlmə Ari tayfalarının dillərini qəbul etdilər və nəticədə bu ərazilərdə bir sıra Hind və İran dilli tayfalar yaranmağa başladı. Belə İran dilli tayfalardan biri də farslar idi. Biz farsların adına ilk dəfə eramızdan əvvəl 9-cu əsrdə Assuriya miqyaslı mənbələrində rast gəlirik. Eramızdan əvvəl 8-ci əsrin sonunda Fars tayfa ittifaqı yarandı. Həmin bu Fars tayfa ittifaqının başında isə Əhəmən adlı şəxs dururdu. Ona görə də sonralar Əhəmənin nəslindən olanların yaratdığı dövlətə Əhəmənlər dövləti adı verilmişdi. Bilirsiniz ki, Əhəmənlər dövləti eramızdan əvvəl 550-ci ildə yaranmışdı. İkinci Kir tərəfindən yaranmışdı. İkinci Kir 3 il, yəni eramızdan əvvəl 553-550-ci illərdə babası sonuncu Midiya hökmdarı Astiaqa qarşı 3 il mübarizə apardı və nəticədə eramızdan əvvəl 550-ci ildə babası Astiaqa qalib gələrək paytaxt Ekbatan şəhərini tutaraq Midiya dövlətinin varlığına son qoydu və Midiya dövlətinə daxil olan bütün ərazilər Əhəməni dövlətinin tərkibinə keçdi. İkinci Kir özü böyük bir qoşun yaratdıqdan sonra artıq işğallara başladı. İkinci Kir eramızdan əvvəl 547-ci ildə, İkinci Kir eramızdan əvvəl 547-ci ildə Kiçik Asiyada o dövrün ən güclü dövləti olan Lidiya dövlətini işğal etdi. Eramızdan əvvəl 539-cu ildə isə Babil dövlətini özünə tabe etdi. Babil dövlətini. Bu dövrdə İkinci Kir həm də Kiçik Asiyada yerləşən, qısaca yazdım, Kiçik Asiyada yerləşən Yunan şəhərlərini də Əhəməni imperiyasına daxil etdi. Yunan şəhərlərini. Deməli, eramızdan əvvəl 547-ci ildə İkinci Kir Kiçik Asiyada yerləşən Lidiyanı, eramızdan əvvəl 539-cu ildə Babil dövlətini, daha sonra isə Kiçik Asiyada yerləşən Yunan şəhər dövlətlərini Əhəməni dövlətinə tabe etdi. Və İkinci Kirin hakimiyyəti dövründə Əhəmənilər dövləti cahanşumul dövlətə çevrilmişdi. Yəni, dünyanı tutan dövlətə çevrilmişdi. İkinci Kir eramızdan əvvəl 530-cu ildə Massagetlərin torpağına hücum etdi və eramızdan əvvəl 530-cu ildə Arat çayı sahilində Massagetlərlə Əhəmənilər arasında döyüş baş verdi. Bu döyüşdə Massaget hökmdarı Tomris idi və Tomris İkinci Kirə qalib gəldi və beləliklə həmin o döyüşdə İkinci Kir öldürüldü. Və bununla da İkinci Kirin ölümündən sonra hakimiyyətə onun oğlu İkinci Kambiz gəldi. İkinci Kirin hakimiyyət illəri uşaqlar eramızdan əvvəl 550-530-cu illərdir. İkinci Kirin ölümündən sonra hakimiyyətə onun oğlu İkinci Kambiz gəldi. İkinci Kambiz. İkinci Kambizin isə hakimiyyət illəri 530-522-ci illərdir. İkinci Kambiz hakimiyyətə gələrkən ölkədə baş verən bütün üsyanları yatırdı. Daha sonra böyük bir qoşun yığaraq Misirə hücum etdi. Və o Misirdə güclü müqavimətə rast gəlməsinə baxmayaraq eramızdan əvvəl 525-ci ildə Misiri Əhəmənilər dövlətinə tabe etdi. Misiri keçənə biz keçmişdik. Burada eramızdan əvvəl 525-ci ildə Əhəmənilərlə Misirlər arasında Perusiya döyüşü baş vermişdi. Həmin döyüşdə məğlub olan Misir Əhəməni imperiyasına tabe edildi 525-ci ildə. Bundan sonra ikinci Kambiz Misirdə olarkən eşidir ki, ölkədə dövlət çevrilişi baş verir və Qamata adlı bir şəxs hakimiyyəti ələ keçirir. Bu xəbəri eşidən ikinci Kambiz dərhal Misirdən ölkəyə doğru gəlməyə başladı, lakin yolda məmmalı şəkildə öldü. Və ikinci Kambiz, Qamata isə cəmi 7 ay hakimiyyətə qalmışdı. Qamata hakimiyyətə gələn kimi bütün Əhəməni imperiyasına daxil olan xalqları, tayfaları, ölkələri 3 il müddətinə vergi və mükəlləfiyyətlərdən azad etdi. Ona görə Qamatanın 7 aylıq hakimiyyəti dövründə ölkədə bir dənə də olsun üsyan baş vermədi. Lakin 522-ci ildə Qamata sui-qəsd nəticəsində öldürüldü və hakimiyyətə 1-ci Dara gəldi. 1-ci Daranın hakimiyyət illəri isə 522-486-cı illərdir. 1-ci Daranın hakimiyyət illəri. 1-ci Dara hakimiyyətə gələn kimi dərhal ölkədə baş vermiş bütün üsyanları yatırdı. Bundan sonra 1-ci Dara böyük bir qoşun toplayaraq
Əhəməni dövlətinin ərazisini genişləndirməyə başladı və 1-ci Dara dərhal bu 3 dənə ərazini Əhəməni dövlətinə birləşdirdi. Birincisi Hindistanın şimal-qərbini, İkincisi Frakiyanı, üçüncüsü isə Makedoniyanı işğal edərək Əhəməni dövlətinin tərkibinə qatdı. Makedoniyanı. 1-ci Dara hakimiyyəti dövründə baş vermiş hadisələrdir. Birinci Hindistanın şimal-qərbini, ikincisi Frakiyanı, üçüncüsü isə Makedoniyanı Əhəməni imperiyasının tərkibinə qatdı. 1-ci Dara ölkədə Əhəməni imperiyasına tabi olan dövlətləri itaətdə saxlamaq üçün islahatlar həyata keçirdi. İndi o islahatlarında bir-bir qeyd edək. 1-ci Daranın islahatları. 4 dənə islahatını qeyd edəcək. 1-ci Daranın islahatları. Birincisi, 1-ci Dara köhnə inzibati bölgüləri, 1-ci Dara köhnə inzibati bölgüləri və xərəz toplama qaydasını ləğv etdi. Xərəz toplama qaydasını ləğv etdi. Birinci, köhnə inzibati bölgüləri və xərəz toplama qaydasını ləğv etdi. Sonra, ikincisi, 1-ci Dara ölkəni idarə etmək üçün ölkəni satraplıqlara bölmüşdü, yəni canişinlilərə bölmüşdü. İkincisi, ölkəni satraplıq adlanan inzibati vergi dairələrinə böldü. Ölkəni 20 satraplığa bölmüşdü və hər bir satraplığın da başında bilirsiniz ki, satrap dururdu. Və 1-ci Dara həmin o satrapların mərkəzdən qaçma meyllərinin qarşısını almaq üçün onlara ciddi nəzarət edirdi və onlara da əsasən öz xəfiyyələri vasitəsilə nəzarət edirdi. Ona görə də 1-ci Daranın dövründə satraplıqlara nəzarət edənlərə şahın qulaq və gözləri deyirdilər. 1-ci Daranın dövründə satraplıqlara nəzarət edənlərə şahın qulaq və gözləri deyirdilər. Yəni o gizli polislərə. Üçüncüsü, 1-ci Dara əsasən yol tikintisinə əsas diqqət yetirirdi. Yəni ölkənin bir sıra əraziləri ilə əlaqələri gücləndirmək üçün yol tikintisinə xüsusi diqqət yetirirdi və hər 20 kilometrdən bir şah dayanacaqları yaradıldı. Yol tikintisinə ciddi diqqət yetirirdi. Və hər 20 kilometrdən bir şah dayanacaqları yaradıldı. Yol tikintisinə ciddi diqqət yetirdi və hər 20 kilometrdən bir şah dayanacaqları yaradıldı. Həmin bu şah dayanacaqlarına təyin olunan süvarilər şahın əmrlərini, sərəncamlarını qeyd-şərtsiz yerinə yetirməlidirlər. Yəni ölkəni bir başdan digər başa çatdırmalı idilər. Həmin bu şah dayanacaqlarına təyin olunan süvarilər. Sonra dördüncüsü isə 1-ci Dara ölkədə vahid pul sistemi yaratdı. Vahid pul sistemi yaratdı 1-ci Dara. Və qızıl pullar 1-ci Daranın şərəfinə darik adlanırdı. Ölkədə qızıl pullar kəsildi və həmin o qızıl pullar 1-ci Daranın şərəfinə darik adlanırdı. Bu 4 dənə islahat. Birincisi, köhnə inzibati bölgələri və xərəz toplama qaydasını ləğv etdi. İkincisi, ölkəni 20 satraplığa böldü və hər bir satraplığın başında da satrap dururdu. Onların mərkəzdən qaçma meyllərinin qarşısını almaq üçün onlara ciddi nəzarət edirdi. Yəni xəfiyyələri vasitəsilə. Həmin o xəfiyyələrə isə şahın qulaq və gözləri deyilirdi. Sonra yol tikintisinə ciddi diqqət yetirirdi. Ölkənin digər ərazilərlə əlaqələri genişləndirmək üçün hər 20 kilometrdən bir şah dayanacaqları yaradılmışdı. Buraya təyin olunan süvarilər şahın əmrlərini, sərəncamlarını qeyd-şərtsiz yerinə yetirməlidirlər. Daha sonra isə ölkədə vahid pul sistemi yaratdı və qızıl pullar darik adlanırdı və onun da üzərində şahın təsviri yerləşirdi. Pulların üzərində şahın özünün şəkli vurulurdu. Və 1-ci Daranın hakimiyyəti dövründə eramızda 530-cu ildə Yunan şəhər dövlətlərində üsyan baş verdi və 1-ci Dara bu üsyanları yatırdıqdan sonra uzun müddət davam etmiş Yunan-İran müharibəsi baş vermişdi. Həmin bu Yunan-İran müharibəsində məğlub oldu, Əhəməni dövləti məğlub oldu
və bundan sonra Əhəməni dövləti zəifləməyə başladı. Və 1-ci Daranın ölümündən sonra, ondan sonra hakimiyyətə gələnlər onun kimi yəni olmadılar da, yəni layiqli davamçıları olmadılar və eramızda 4-cü əsrin sonundan etibarən Əhəmənilər dövləti zəifləməyə başladı və belə bir şəraitdə Makedoniyalı İskəndər Əhəməni dövlətinə hücum etdi. Bilirsiniz ki, Əhəmənilərlə Makedoniyalar arasında həlledici döyüş eramızdan əvvəl 331-ci ildə Qavqamel adlı yerdə baş vermişdi və həmin o döyüşdən bir gün əvvəl İskəndərin sərkərdəsi Əhəmənilərin saysız hesabsız qoşununu görərək İskəndərə gecə hücuma keçməyi təklif etdi. Lakin İskəndər ona demiş ki, qələbəni oğurluqla qazanmaq istəmirəm. Ona görə səhərsi günü sübh tezdən döyüş başladı. Bilirsiniz ki, Azərbaycan tarixinə keçmişik. Əhəməni ordusunun sağ cinahına Atropat, Midiya satrapı Atropat başçılıq edirdi. Döyüşün qızğın anında Makedoniya İskəndərin süvari qoşunu Əhəməni ordusunun düz mərkəzinə hücum etdi. Bundan qorxan Əhəməni hökmdarı, sonuncu Əhəməni hökmdarı 3-cü Dara isə döyüş meydanı tərk edib qaçdı. Və o yolda dostu 5 tərəfdən öldürüldü. Bununla da eramızda 330-cu ildə Əhəməni imperiyası süqut etdi və bütün torpaqları Makedoniya İskəndərin hakimiyyəti altına keçdi. Və eramızda 330-cu ildə Makedoniya Əhəmənilər imperiyası dağıldı. Əhəmənilər haqqında bu qədər. İndi isə keçək Hindistana. Hindistan haqqında danışarkən əvvəl onu qeyd edək ki, Hindistan Asiya qitəsinin şərqində yerləşirdi. Asiya qitəsinin cənubunda. Şərqində Çin yerləşir. Asiya qitəsinin cənubunda. Hindistan Asiya qitəsinin cənubunda yerləşir. Və bu ölkənin ərazisində Himalay dağları yerləşirdi. Həmin o Himalay dağları ölkəni soyuq küləklərdən qoruduğuna görə Hindistanda havalar qışda da isti olurdu. Və Himalay dağlarından başlayan 2 dənə çay var idi. Hind və Qanq çay. Hind çayı ölkənin qərbindən axırdı, Qanq çayı isə ölkənin şərqində yerləşirdi. Və bu çaylar yayda daşmağa başlayır. Qarlar ərdiyinə görə bu çaylar yayda daşırdı və böyük bir daşqın əmələ gətirirdi. Arxeoloqlar Hind çayı vadisində eramızdan əvvəl 3-cü minillikdə mövcud olmuş 2 dənə şəhərin qalığını tapmışdılar. Bu şəhərlər Mohenjo-Daro və Harappa şəhərləri idi. Mohenjo-Daro və Harappa şəhərləri. Eramızdan əvvəl 3-cü minillikdə mövcud olmuş şəhərlər idi bunlar. Mohenjo-Daro və Harappa şəhərləri. Harappalılar uşaqlar özlərinin əlifbası da olmuşdu. Özlərinin əlifbası, yəni yazı sistemi də, yəni özlərinin yazıları olmuşdu Harappalıların. Lakin bu yazıları hələ də bugünə qədər oxumaq mümkün olmamışdı. Mohenjo-Daro da isə uşaqlar əhali içməli su ilə təmin etmək üçün su kəməri çəkilmişdi. Su kəməri və kanalizasiya sistemi də çəkilmişdi. Kanalizasiya sistemi o dövr üçün böyük uğurdu bu. Harappalıların özlərinin yazısı olmuşdu. Mohenjo-Daro'da isə əhali içməli su ilə təmin etmək üçün su kəməri çəkilmiş və kanalizasiya sistemi də mövcud olmuşdu. Lakin eramızdan əvvəl 2-ci minillikdə müəyyən səbəblərdən həm əhali bu şəhərləri tərk etmişdi və onları tərk etməsinin səbəblərini isə bugünə qədər alimlər bilmirlər. Eramızdan əvvəl 2-ci minillikdə, bayaq qeyd etdiyimiz kimi, eramızdan əvvəl 2-ci minillikdə köçəri Ari tayfaları Hindistana da gəlmişdilər. Eramızdan əvvəl 2-ci minillikdə. Və eramızdan əvvəl 11-ci əsrdə Hindlilər dəmir emal etməyi öyrəndilər. Həmin bu dəmirin köməkliyi ilə Hindlilər Qanq çayı ətrafındakı cəngəllikləri təmizləyərək əkinçilik təsərrüfatını daha da genişləndirməyə başladılar. Eramızdan əvvəl 11-ci əsrdə bu hadisələr baş vermişdi. Sonra artıq Hindistana, onu da qeyd edib ki, Hindistana gələn Ari tayfalarına racələr başçılıq edirdi. Racə sözünün mənası həm də Hind knyazı deməkdir. Artıq zaman keçdikcə racələrin nüfuzu gücləndi. Çünki əhalinin əməyi, gərgin əməyi sayəsində əldə edilən bütün qənimətlərin hamısı racələrin və onların ətrafında cəmləşirdi. Və artıq racələr get-gedə padşahlara çevrilməyə başladılar. Və bunun da nəticəsində eramızdan əvvəl 1-ci minillikdə Hindistanda qoşunu, başçısı, məmurları olan bir sıra dövlətlər meydana gəlməyə başladı. Lakin hələ Hindistan vahid dövlət şəklində olmadığına görə Hindistana edilən hücumların qarşısını ala bilmirdilər. Eramızdan əvvəl 6-cı əsrdə Hindistana Əhəmənilər dövləti hücum etdi. Bayaq qeyd etmişdik.
birinci Dara Hindistanın şimal-qərbini tutmuşlar. Həmin eramızdan əvvəl 6-cı əsrdə Əhəməni hökmdarı birinci Dara Hindistana hücum edərək Hindistanın şimal-qərbini ələ keçirmişdi. Hindistanın şimal-qərbini ələ keçirmişdi. Eramızdan əvvəl 327-ci ildə isə Hindistana Makedoniyalı İskəndər hücum etmişdi. Makedoniyalı İskəndər Hindistana hücum etmişdi. Bilirsiniz də, Azərbaycan tarixi keçir ki, həmin dövrdə Makedoniyalı İskəndər ölkəni tərk edən kimi böyük miqyasda İskəndərə qarşı, Makedoniyalara qarşı Baryakçı üsyanı başlamışdı. Onda Atropat yatırıb Baryakçı İskəndərə təhvil vermişdi. Həmin bu İskəndər eramızdan əvvəl 327-ci ildə Hindistana hücum etdi və o da Hindistanın şimal-qərb hissəsini, Makedoniyalı İskəndər də Hindistanın şimal-qərb hissəsini özünə tabe etdi. Lakin Makedoniyalı İskəndər Hindistanın daha geniş ərazilərini özünə tabe etmək istəyirdi. Buna da müəssər olmadı. Çünki əskərləri yorulmuşdu və ona görə döyüşü davam etdirmək istəmirdilər. Və əskərlərin qətiyyətini görən Makedoniyalı İskəndər geri çəkilmə məcburiyyətinə qaldı. Makedoniyalı İskəndərin ölümündən sonra bilirsiniz ki, onun imperiyası parçalandı və bu parçalanma nəticəsində bir sıra dövlətlər yarandı. Bundan istifadə edən Hintlər həmin o İskəndərin ələ keçirdiyi Hindistanın şimal-qərb ərazilərini geri qaytarmaq istədilər. Və bu mübarizədə Maurya sülaləsindən olan Chandragupta fərqlənirdi. Chandragupta fərqlənirdi. Həmin bu Chandragupta Hindistanın Hind çayı hövzəsindəki bir sıra əraziləri geri qaytara bildi. Hind çayı hövzəsindəki bir sıra əraziləri. Və Maurya sülaləsinin ən qüdrətli hökmdarı isə Ashoka olmuşdu. Ashoka. Həmin bu Ashoka eramızdan əvvəl 3-cü əsrin ikinci yarısında Maurya sülaləsinin ən qüdrətli nümayəndəsi Ashoka eramızdan əvvəl 3-cü əsrin ikinci yarısında bütün Hindistanı vahid dövlətdə birləşdirdi. Və Ashoka bütün Hindistanı vahid dövlətdə birləşdirdikdən sonra bir sıra islahatlar keçirdi. Həmin o islahatların xalqa çatdırılmasını asanlaşdırmaq üçün ölkənin müxtəlif yerlərində 33 kitabə qoydurdu. Ashoka. Ölkənin müxtəlif yerlərində 33 kitabə qoydurdu. Ashoka həm də Buddizm dininin həm təbliğçisi, həm də yaradıcısı kimi də qiymətləndirilirdi. Ashoka. Buddizm dininin həm təbliğçisi, həm də yaradıcısı kimi qiymətləndirilirdi. Ashokanın ölümündən sonra artıq dövlət zəiflədi və eramızdan əvvəl 180-cı ildə Maurya sülaləsi dağıldı və bundan sonra Hindistan yenidən ayrı vilayətlərə parçalandı. Chandragupta Makedoniyalı İskəndərin işğal etdiyi ərazilərin bir hissəsini geri qaytardı. Maurya sülaləsinin ən qüdrətli nümayəndəsi Ashoka idi. Eramızdan əvvəl 3-cü əsrin ikinci yarısında dövləti yaratdı. 180-cı ildə isə dövlət dağıldı və dağılması ilə Hindistanda parçalandı. İndi isə keçək Hindistanın mədəniyyətinə. Hindistanın mədəniyyəti haqqında onu deyə bilər ki, Hindistan şahmat oyununun vətənidir. Hindistan. Nə geçsindir bu? Hindistan şahmat oyununun vətəni hesab olunur. Şahmat sözünün mənası Hind dilindən tərcümədə 4 növ qoşun deməkdir. 4 növ qoşun deməkdir. Sümükdən hazırlanan həmin bu şahmatın fiqurları o dövr qədim Hind ordusunun təsvirini bildirirdi. Şahmat. Bundan başqa Hindistanda eramızdan əvvəl 1-ci əsrdə daşdan yonulmuş bir darvaza var idi. Kitabınızda da şəkli var. Həmin bu darvaza Hindistanın Sanchi kəndində yerləşir. Sanchi kəndində. Sonra Hindistanda uşaqlar 4 şir heykəli var. Yəni o rəvayətə görə bu şirlər biri şimalı, biri cənubi, biri qərbi, biri şərqi qoruyur. Eramızdan əvvəl 3-cü əsrə aid daşdan düzəldilmiş şir heykəlləri. Yəni Hindistanı bunlar qoruyurlar. Sonra Hindistanlı haqqında nə qeyd edək? Bayaq qeyd etdiyimiz kimi eramızdan 11-ci əsrdə dəmir emal etməyi öyrənmişdilər. Sonra Hindlilər uşaqlar 0 rəqəmini kəşf etmişdilər. 0 rəqəmini Hindlilər kəşf etmişlər. Hindlilərdən ərəblərdən isə Avropalılar götürmüşdülər bu 0 rəqəmini. Avropalılar götürmüşdülər. Hindistan həm də uşaqlar Buddizmin vətənidir. Buddizm dininin vətəni Hindistan hesab olunur. Eramızdan əvvəl 6-cı əsrdə yaranmışdı bu Buddizm dini. Eramızdan əvvəl 6-cı əsrdə yaranmışdı. Yaradıcısı isə Gautama hesab olunur. Gautama.
hesab olunur. Həmin bu Gautama uşaqlar kasta quruluşuna qarşı çıxır. Deyir ki, bütün insanlar eyni, bərabər hüquqludur. Ona görə kasta quruluşuna qarşı çıxırdı. Gautamanın ardıcılları bunu bilici və həqiqətlə işıqlanmış adlandırırdılar. Həqiqətlə işıqlanmış adlandırırlar. Uşaqlar, Hindistanda qullar da mövcuddur və qulları yad düşmən adlandırırdılar. Hindistanda kasta quruluşu da mövcuddur. Kasta sözünün mənası qəti müəyyənləşdirilmiş hüquq və vəzifələri olan insan qrupuna deyirlər. Qəti müəyyənləşdirilmiş hüquq və vəzifələri olan insan qrupuna və Hindistanda əhali 4 kastaya bölünürdü. Birinci kastaya brahmanlar, yəni kahinlər, möhtəzədə yazar kahinlər. İkinciyə döyüşçülər daxil idi, ikinci kastaya döyüşçülər. Üçüncü kastaya icması kəndlilər, yəni kəndlilər, sənətkarlar, qısa yazılan tacirlər daxil idi. Dördüncü kastaya isə nökərlər daxil idi. Nökərlər. Bunlara şudralar da deyirlər. Möhtəzədə yazar şudra. Hindistanda əhali 4 kastaya bölündü. Brahmanlar, döyüşçülər, kəndlilər, sənətkarlar, tacirlər və nökərlər. Hindistanda baş Allah Brahma hesab olunurdu. Baş Allah Brahma hesab olunurdu. Sonra Hindistan haqqında görənə qeyd etmədik. Sonra Hindistan həm də Hinduizmin vətəni də hesab olunur. Hinduizmin vətəni. Onun da qanunlar toplusu Veda adlanır. Sonra Hindistan haqqında demək olar ki, bu qədər. Dərsimiz bu qədər. Sağ olun.